Sənə görə mənim günüm güzaranım da yoxdur. Atam bir tərəfdən, bibilərim bir tərəfdən. Ay Allah, mən kimə nə pis eləmişəm, bu işlər mənim başıma gəlir. Mama, qurban olum. Vallahi mənim həyatımda heç kim yoxdur. Yox, Nərgiz, sən boşuna evdən çıxıb bu xarabada yaşamırsan. O oğraş kişi kimi üzə çıxsın. Gəlsin atandan səni adam kimi istəsin. Asa Avropadır bura sənin üçün. Mən elə papanla sənin o dırdırının əlindən qaçmışam o evdən. Gündə də axmağın biri keçir qapının ağzından. Yox deyəndə də deyirsiniz ki, qızın həyatında kimsə var. Nə qədər olar, Emma? Ay qız, elə bilirsən uşaqıq biz sənin üçün. Mənim 16 yaşım olanda artıq sən var idin. 35 yaşın var sənin. Xalqın uşağı kimi niyə ailə qurub normal yaşamırsan? Küçələrdə sürünməkdən xoşun gəlir. Bibilərin nə deyir sənin haqqında, xəbərin var? Heç maraqlı da deyil. Maraqlı deyil. Olmaz da, nə vecivə sənin. Mən yetim hamıya cavab verməliyəm. Sən get, öz həyatını yaşa. Atan nə deyir, xəbərin var? Deyir, mənə pozğun böyütmüsən. Mama, bəsdir! Mən bilmirəm. Ya o uğraş üzə çıxsın, sənin adını ləkələməsin. Bizi el obu içində biyabır eləmə. Ya da atan gəlib səni buradan sürüyə-sürüyə aparacaq. Eşitdin az məni?